Deyirəm aslında rahat olmayın, gələcəyində. Yoxsa gedim direkt tapaq da bir dənə. Lazım deyil də bizim yanımızda diyalog zaten nəyəsə. Nəsə olsa biz yığacağıq anasına. Polisə demişəm indi burada. Mən özüm də deyirəm, narahat olmayın. Gedək mən polisə xəbər verirəm, indi bizim evin yanındadır. Siz dəqiq məni aldatmırsınız, dəqiq aparacaqsınız. Bak ki sizi aldatsaq da, sizə Keçmədim, sizi də məqsəd Dəqiq. başımı çöndərim, sizi görsəm inan Allaha polisə sizin adınızı verərəm. Eşitdiniz məni? Adımı bilirsiniz ki. Mən sizə dedim də. Hə, heç nə, gəl sən burada gedək anam. Ay sözdən başa düşmürsən sən? Xəstə deyil şu an. Burada daha Ay anası gəl. qardaş, mən sənə dedim, axı mən sən başımı çöndərsəm görsəm pis olacaq. Nə oldu getişinə? Neçə yaşın var sənin? 13. 13 yaşı var, bu qızı. Sən nə istəyirsən? Qardaşısan, atasısan nə isə? Yaxşı, onda mən getdim də buradan. Cəhənnəmə gedə yolum var. Dəqiq aparırsan, mən rahat ola bilərəm də. Doluyur, Allah haqqı doluyur. Mən ağzına bir tər eləyəcəm. Gəl. Estağfurullah, siz də olun ki. Sənin nəyinсədir? Tanımıram. Dəqiq tanımırsan. Bu ortada biri o yazar. Əslində siz də tanımırsınız da. Biz qızıq, gedib ağzımı açdırmadım. Mən get işinə məşğul qay. Mən də fərz elə ki, qardaşıyam. Sən tanımırsan da bu qızı. Bu belə yaxın şəkildə mən apararam. Mən anasını gördüm. Sizin bu nə yaxınsınız? Siz kimsiniz də? Qrup halında gəldirsiniz. Bunları tanımıram. Yo, nə qrupu? WhatsApp qrupu. Bu dəqiqə mən qızların WhatsApp qrupuna ağzımdan çıxanı deyim onlar da baxsın. Atanın nömrəsini bilirsən, bacının, qardaşının, kiminsə, harda qaldığını bilirsən. Əhməddə qalıb. Aparım mən səni evə, apara bilərəm. Evini tanıyırsan, bilirsən. Tam yolda. Bizdən evdir də. Hardan tanıyırsan? Qonşumuzdur da. Sən bizi narahat edirsən. Başa Mənim işim yoxdur, işdən çıxarıblar. Allah haqqı, spoiler